Dostlar, bizim bu sujet gedibdi efirə 8 iyun 2023-cü ildə. 2 il bundan qabaq Rəhim Qazıyevlə biz iyun məsələlərini müzakirə edirdik. Orada Sabir Rüstəmxanlı zəng edib efirə geniş bir məlumat verdi. Ayın 8-i idi. Gəncəyə qarşı top, tank belə istiqamətləndirilmişdi, atəş hattına alınmışdı yoxsa yox? Məlumatınız yoxdur? Mənim ondan xəbərim yoxdur. Amma hörmətli Qurban bəy, Bəli. yaxşı olar ki, bu burada danışır. Heç kimdə bunun danışığını həmin işi bilənlər, hakimiyyətin başında oturanlar saxlamır onu. Niyə? Yaxşı olar ki, siz Sabir Rüstəmxanlının o ki başlayır oxumağa. Bax orada oxuyanda onun amplasına baxasınız, amplasına. Azərbaycan Respublikasının prezidentinin sərəncamına o nədir, bu nədir? Bax orada oturanlar kimdilər? Düz istəyirəm, bal qabaqdılar, nədilər? Hətta həmin mənə bir dəqiq informasiya aldım ki, həmin dövrdəki Əbülfəz bəyə gətirib Sabir Rüstəmxanlı veribdi nəticəni. Gedən gələn. Daha ki, Gəncədən, o oxunan. Deyibdi ki, və oxuyub, bu da oturdu kənarda. 15 dəqiqədən sonra Sabir Rüstəmxanlını çağırıb Əbülfəz bəy. Gör nə sorusu. Sabir Rüstəmxanlı, sən ədəbiyyatçısan axı, burada vergül qoyulmamalıydı. Niyə qoyulubdu? Qurban bəy, sənə qurban olun. Vergül orada, qoyulmamalıydı. Onun məzmunundan, mahiyyətindən burada bunu yıxıb sürüyor. Ondan söhbət Sabir Rüstəmxanlı ölməyibdi ki. Yəqin ki, bunu inkar eləməz. Ayrı Qurban bəy, bu nə oyundur? Rəhim bəy, özür istəyirəm, bir də bunu sizə Sabir deyib. Bəli, kim deyibdi, nə mənası var? Sabir sağ. Yox, nə mənası yox, olmadı ki bu. İki adamın arasında söz olub. Siz deyirsiniz ki, Sabir aparıb Elçi bəyə. Elçi bəy deyibdi ki, bu vergül qoyulmadı, niyə qoyulmayıbdı? Bəli. Burada olmayıbdı. Sizə ya Elçi bəy deyib, ya da Sabir. Soruşuram, sizə kim deyib bunu? Mənə deyilən adam, Sabir Rüstəmxanlının ona dediyi adam deyibdi mənə. Kimdir? Məsələn, Sabir Rüstəmxanlı sizə deyibdi, siz də mənə demişsiniz. Bildim, sizə kim deyibdi? Mənə kim deyibdi, onun nə mənası var? Yox, İbrahim bəy, siz əgər mənbəni müsəlmansınız, namaz qırırsınız. Xeyr, mənbə mənə məlumdur. Mənbə mənə deməsəz, biz nə bilək, araşdıraq ki... Mən də, əgər Allah ömrünə bərəkət versin, Sabir Rüstəmxanlı həyatdadır, özdə öz yerindədir. Yeri gəlmişkən Rəhim Qazıyevin burada balqabaqla bağlı dedikləri tamamilə doğrudur. Adamlar oturublar, adamların üzünə böhtan atırlar. Nə Elçi bəy, nə Pənah Hüseyin, nə İsa Qəmbər, nə Əli Kərim, nə Arif Azər, heç bir etiraz eləmir, hamısı oradadır. Heç bir etiraz eləmir, elə bil ki, o qurbanlıq mənə bağışlayın, qoyun kimi gözləyirlər ki, nə olar başdan ki, siz ellər. Bu dəhşətli bir şeydir. Onu inkar eləsə ki, belə bir şey olmayıb, mən onda hamının qarşısında ondan üzr istəyəcəm. Amma mənim demək istədiyim nədir, hörmətli Qurban bəy? Mənim istədiyim dediyim odur ki, orada yazılan yabırçı yalanları etiraz eləyib, bu nə deyib ortaya çarpmaq əvəzinə Əbülfəz bəy deyibdi, burada bu vergül olmamalıdır. Eşitizdə dostlar, Rəhim bəy deyir ki, orada yazılan yalanları ortağa çıxdırmaq əvəzinə. Yəni, Rəhim bəy bizi dinləyib bilirəm ki, Rəhim bəy bilirdi ki, onlar hamısı yalandır. Bilmirdisə dəqiqləşdirməliydi. Sual verməliydi, o da deputat idi. Sual verməliydi ki, bizə saxlayın görək ki, bu dilləri, ağızları bağlanıb bu yetimlərin, bu bədbaxtların, özdən itiriblər. Mən də o gelib gəlirəm, əlaqəm var orada, mənim informasiya mənbələrim var. O 69 var, harada ölüb, o tankı harada sürüblər, yatan əsgərlərin üstə ki, mən görməmişəm, mən eşitməmişəm. Təbii 30 ildən sonra ən azı bunun yalan olduğunu etiraf edilmənin özü də yaxşı bir şeydir. Nə olubdur? Bir dəqiqə mən Sabir müəllimə zəng edirəm. Sabir Rüstəmxanlı bizi izləyirsə, çox xahiş edirəm. Sabir müəllim, salam aleyküm. Salam. Qurbandır narahat edən Londondan. Hardan? İngiltərədən. Hazreti İdimdən. Buyur Qurban. Deməli, Sabir bəy, üzr istəyirəm. Deməli, bu dəqiqə bir canlı efirdəyik. Rəhim Qaziyev burada bir məlumat verdi.
sizlə ki, o vaxt Elçibəyin arasında bir söhbət olubdu. Siz ki, o məlumatı oxudunuz, Milli Məclis 8 iyun 93-cü ildə komissiyanın məlumatını. Rəhim Qadir deyir ki, ona bir nəfər deyibdi ki, güya sizin adınızdan. Güya bu, siz onu oxuyub qutarandan sonra Əbülfəz bəy sizi çağırıb deyib, o işin məzmunu ilə, orada gedən o 69 öldürülü filan şeylər, onlarla yox. Sizə deyib ki, burada vergül qoymalıydın, bu vergül niyə qoymamısan? Belə bir söhbət olub mu sizlə Elçibəyin arasında? Və o oxuduğunuz məlumatlar var, komissiya məlumatları. Bu həqiqət idimi? Orada fakt var idimi? Tahir dedi ki, nə video var, nə var? Tank girib kazarmı 69 nəfər. Ben kulak astım senin çıxışına Qurban. Zəhmət olmasın. Kulak astım. Deməli məsələ burasındadır ki, əvvəla Gəncədə nə hadisə olmuşdu, mənim ondan xəbərim yoxdur. Gecə mənə zəng vurdular ki, sabah tezdən Nazirlər Kabinetinin qabağında ol 7-də. Dedim, xeyirdi, dedilər, sabah gələrsən, bilərsən. Sabah saat 7-də getdim, gördüm komissiya üzvləri oradadır. İmam Mustafayev, Şeyx, sonra o Arif Rəhimzadə və s. Orada mənə dedilər ki, Gəncədə belə bir hadisə olub. Nəsə mənim başım qarşı oldu. Gəncədə baş verənlərdən xəbərim olmayıb. Gəncədə belə bir hadisə olub, ora gedəcəyik. Deməli, bir xalq gedirik, bir barışıq olsun, qan tökülməsin və s. Və bu adamlar gedib özləri Elçibəyə təklif ediblər ki, biz ora gedək. Elçibə də deyib ki, onda bizim bir nümayəndəmiz kimi, bizdən bir nümayəndə kimi, qoy Sabir də sizinlə bərabər getsin. İndi İşte dostlar, bu gün də Elçibəyə qarşı bir irad bildirilir ki, o Rəhim bəy deyəsən dedi ki, onun özün göndərdiyi komissiyada gəlib deyir. Yox, o komissiya Elçibəyin göndərdiyi komissiya deyildi. O Heydərin komissiyasıdır. Onlar hazır idi, əvvəlcədən hər şey planlaşdırıblar və öz hesablarına gedirlər. Elçibəy görəndə ki, bunlar gedirlər, güya bizdən də bir adam olsun deyə Sabiri qoşub ora. Həmin gün ayın 4-ü gecəsi mənə Çingiz Qənizadə zəng elədi şəxsən. Çingizin də ölməyib, sağlı soruşa bilərsiniz. Mənə dedi ki, Qurban bəy özü təzə getirib Bakıya, bəs belə bir hadisə baş verib. Çeviriş olubdu, Gəncəyə komissiya gedir. Hamısı da Heydərin adamlarıdır. Gəl heç olmasa sən də qoşul gel onlara. Mən gəldim ayın 5-də. Bana Hüseynlə dediyim tez-tez təkrarlayıram. Görüşümüz oldu. Surət Sönov kimdir? Hardan peyda olub sualıma. Özü etiraf edir ki, bəli, mənim günahımdır, onu biz gətirmişdik. Güya Rəhim Qaziyevə qarşı qoymağa, Rəhim Qaziyevi məhdudlaşdırmağa, Rəhim də bir çıxdı, nə bilim, onu keçidlələ, o da bizə qarşı çıxdı. Bir də Dadaş Rızayevi soruşmuşam, bu kimdir, bu hardan gəlib? O da deyib ki, belə. Sonradan artıq aydın olur ki, hansısa bir Rus generalına 300 bin dolar nə qədər pul verib, bir informasiya alıblar. O informasiyada dezinformasiya arasında baxsaz, Surət Hüseynovu Elçibəy hakimiyyətinə yeritmək üçün, sızdırmaq üçün öz əlləri ilə belə bir əməliyyat keçirilibdir. Niyyət nə olub, mən onu deyə bilmərəm. Amma hər halda biz getdik və deməli, yolda aydınlaşdı, çox şeylər danışdıq. Yevlaqda bizə dedilər ki, hətta Yevlaq yolu getməyin, Mingəçevir yolundan gedin, yolda təhlükə ola bilər və s. Getdik Gəncədə. Bu deməli, Surət Hüseynov bizi qarşılayandan sonra apardılar bizi qəbristanlığa. Qəbristanlıqda 6-7 təzə qəbir göstərdilər ki, bunlar deməli hücum zamanı öldürülən Surət Hüseynovun adamlarıdır. Elə senari qurublar ki, doğrudan da inandırıcıdır ki, bəlkə təzə qəbirdir də. Bilmək olmur ki, necə olub. Sonra elə təzə oturmuşduq, Əli Ömərov gəldi ki, bəs Sabir Rüstəmxanını da həbs edilmək lazımdır. Çünki onların elə bayraqları budur. Bu sadəcə nədir, bu sürətçil həbs olunubsa. O arabi ki, Əli Ömərov zəngeli ya bizim efrə ya baş yerlə özün qəhrəman kimi sırıyla, həmişə də fürsət düşən kimi yaltaqlanmağa çalışır Heydər Əliyevə. Biraz problem olan kimi Əli Ömərovun bir köynətli xasiyyətidir. Ya övladlarına, ya özünə işlər oranda pozad lazımını belə bir şeylər edir. Ki, mən də varam. O vaxtı dövlət çevrilişinin iştirakçılarının biri də Əli Ömərovdur. Bunu da dəftərinizi müqrana yazın.
bu da həbs olunsun. Bir dəfə, iki dəfə, axırda İmam Mustafa gedib olur. Biz bura barışığa gəlmişik, gəlməmişik, kimsə həbs olunsun. Sonra Surət Hüseynov birdən qayıtdı, dedi ki, mən Sabir Rüstəm xanını tanımıram. Yəni tanımıram deyəndə oturdurmamışam. Onunla belə ciddi yaxınlığımız yoxdur. Amma mən onu bilirəm ki, bu xalq adamı, cəmaatın adamıdır, səfək danışmaq lazım deyil. Bundan Əli Ömərov sustu, bu məsələ qurtardı, amma hər halda bu mənə ağır təsir elədi. Biz bura gəlmişik, deməli, bunların hər cür niyyəti ola bilər. Həmin gecə qaldıq, gecə Asya Manapova ilə İmam Mustafa oturdular bu arayışı yazmağa. Arayış da Surət Hüseynovun diktəsi ilə yazılır. Yəni belə oldu, belə oldu, belə oldu. Eşidirsiniz dostlar. Sabir Rüstəm xanlı bir neçə illərdən sonra, 30 ildən sonra etiraf edir ki, o oxuduğu mətn Surət Hüseynovun diktəsi ilə yazılıb. Amma Sabirin şəxsiyyəti çatmadı ki, bu 893-cü il sesiyadakı sizə təqdim elədiyi çıxışı var ya məşhur, oxur ha. Onu desin ki, ay yoldaşlar, bunu bir təzyiq altında yazmışıq. Bu da hamısı yalandır. Bizim o məsələləri aydınlaşdırma vaxtımız yoxdur. Üzr istəyirəm, Sabir müəllim, Nemət Pənahlı bir arada iddia edirdi ki, güya o mətni o yazdırıb orada, o yazıb özü şəxsən. Yox, orada oturublar, bu İmam Mustafa Asya Manapova yazır, Surət Hüseynovda dayanıb deyir, belədir. Sonra bu arayış qurtaranda düzü bu yazılışı prosesindən mənim xoşum gəlmir. Mən görürəm ki, burada dövlətin, ümumiyyətlə bizim yanımızda olan işdir. Sonra qurtardı, Bakına gətirdilər, bunu yazdılar. Dedilər ki, bəlkə sən də buna göz gəzdirəsən, sən ədəbiyyat adamısan, heç olmasa mətn düzgün olsun. Mən oturdum, bunun təxminən 2 səhifəsini çıxartdım. Dedim, bu olmaz. Çox sərt əvvəl yerləri vardı. Dedim, bunlar qətiyyən olmaz. Bu mübahisə falan bir xeyli yeri ixtisar elətdirdim, bir də yazdılar falan. Bu razılaşdıq. O arayış əslində cəmaata müraciət üçün deyildi. O arayış Surət Hüseynovun dəstəsini sakitləşdirmək üçündür. Güya biz onların dediyini eləyirik, gətirib burada çatdıracaq, məsələlər həll olunacaq. Neysə, sonra bu Surət Hüseynovdan məni müdafiə eləməyinin səbəbini mən ayrı şeydə gördüm. Deməli, belə məlum oldu ki, bunun qoruman, o can güdənlərinin biri, əsaslı bizim məşhur şairimiz Qabil İvan Berdiyevin qaydıdır, məni yaxşı tanıyır, məni gördü, ay sağ mən nə yaxşı siz gəldiniz falan. Bir də ki, həyətə çıxanda o ki 1200 nəfər kazarmalara doldurulub, əsgərlər məni görən kimi belə çox sayar, aysa hamısı tanıyır da sahibi gör nə günə qalmışıq. Erməni gəlib kəpəzdə dayanıb bizi tutub salıblar bura. Və bunu hamısı görür axı, gördülər bu əsgərlərin mənə münasibəti necədir falan. Ona görə deməli bu mənə olan hədələr dayandı. Sabir müəllim, mən üzr istəyirəm, bir dəqiqə başa düşmədim. Mən Əli Ömərov və ya Surət Hüseynov bəyəm Sabir Rüstəm xanlının kimliyini bilmirdilər ki, Sabir kimdir xalq üçün? Necə onu həbs eləyəcəyini? Yoxdan deyirdi də, orada qudurmuşdu da, orada müxtəlif şeylər vardı, gəlib gedən, mənim tanıdığım adamlar var ki, mən bunları heç o sifətdə görməmişdim, orada tamam ayrı sifət almışdılar. Neysə, bundan sonra deməli, 2-cü gün getdik icra hakimiyyətindən, Əbdülfəz Elçibəyə zəng vurdum, mən ona dedim, bəy, burada vəziyyət çox gərgindir, yəni bizim düşündüyümüz kimi sadə deyil də. Ya o tərəfdən, ya bu tərəfdə bir burada bir şeylər baş verir ki, bunun qarşısı alınmalıdır, bu şəkildə olmaz. O da dedi ki, dəyişəcək, icra başçısını falan deyiləcək, belə bu danışıqçı konkret bir söz demədi. Qayıtdıq, deməli, təzədən ora, o Surət Hüseynovun iqamətgahı belə deyil, onun oturduğu yerə. Biz yola düşməzdən əvvəl gətirdilər, Nemət Pənahov ayrı bir sənəd gətirdi. Ayrı bir sənəd gətirdi ki, bu sənədə qol çəkmək lazımdır. Mən baxdım, bu deməli sənəd xalqa müraciətdir, vətəndaş itaətsizliyinə çağırışdır. Mən ona qol çəkmədim. İndi mənim oradakı fəaliyyətimlə danışanlar bu nə o mətni mənim ixtisarımdan xəbərləri var, nə də o vətəndaş itaətsizliyinə qol
qol çəkilən o sənəd var. O sənəddə mənim imzam yoxdur. Onu heç vaxt üzə çıxartmırlar, demirlər ki, mənim mövqeyimdə olub. Mən ona qol çəkməmişəm. Nemətə dedim, Nemət, görürsən cəmaat erməni gəlib orada dağın üstündədir. Nəvət sən itaatsizlik. Bu nə deməkdir? Nəysə, sonra hətta Özədə də dedim, Şeyxə dedim, Şeyx nəyə qol çəkmişsiniz, bilirsiniz? Şeyx dedi, valla gətirdilər qol çəkimdə. Dedim, o belə bir şeydir. Dedi, o bilsəm qol çəkməzdim. Neyse, sonra deməli ayrılanda Surət mənə bir söz dedi. Dedi ki, mən istəməzdim Diqqətlə qulaq asın burasına. belə olsun. Ben geldim Bakıya, xahiş ederim bunu elçibəyə çatdır. 4 gün mən o koridorlarda dolaştım, ne bileyim çalıştım, elçibəyə görüştüm, mümkün olmadı. Koymadılar, imkan vermediler. İkincisi de, indi de eğer imkan varsa biz onunla görüşək. Ya Gəncədə, ya Bakıda, ya yolun ortası, harada deyir, görüşək. Bəzi şeyler var ki, biz onu müzakirə eləməliyik. Yani iştiyatsızdır ama 2 gün bundan qabaq bu barədə Pənah Hüseynə sual verdim. Pənah Hüseyn dedi ki, Sabir Rüstəmanlı yalan deyir. Surət elçibəylə görüşməyə cəhd eləməyib, gəlməyib Bakıya və belə bir təklif göndərməyib. Çox maraqlıdır. Dedim, ne olar, ben çatdıraram. Geldim, tabii ki elçibəyə çatdırdım. Elçibəyə də dedi ki, yok, bir Diyamsı ilə mən görüşmə niyyətim yoxdur, görüşməyəcəm. O ki qaldı, o kağızı oxuduq, gəldi kağız oxunanda, birinci ya ikinci abzasda bir vergül düşmüşdü. Ben yazmamışam bu sənədi. Ben 10 nokta vergüldə baxmıram. Belə bir bətdə baxmışdım. Dedi, Sabir, sən də yazsan, burada bir vergüldə çatışma. Ben dedim, vergül söhbəti deyil, ay qardaş, burada tamam ayrı bir məsələ var. Sən buna bir diqqətlə bax. Sonra dedi ki, bunu baxaq, bu məclisdə oxunmalıdır, məclis sözlüyür. Ben dedim, Əbülfəz bəy, bu metnin de hak dünyasındadır, Allah şahittir. Ve oradakilerin de kim təəssüf ki çoxu dünyada yoktu, onu kabinetinde adam az dedim. Dedim ki, bu metin Milli Məclisdə oxuna bilməz. Dedi ki, niye? Dedim, olmaz da bu metinden biz oraya çıxa bilmədik. Bəs ne edeceğiz? Dedim, mənə bir kağız qələm verin, ben burada ayrı bir metin yazdım. Ve onu televizyada okuyaq. Cəmaatı sakitləşdirək ki, burada anlaşılmazlık olub, orada belə bir ciddi bir toqquşma olmayıb falan, belə bir şey. Şimdi tam da yadımda değil. Dedi, yaxşı otur yaz. Ve ben onun otağında oturup bir metin yazdım. Sonra metni radyoyla ve televizyayla verdiler bizim bu komisyanın adından. Bunlar unutulub, heç bir yadında değil. Ben de arxayın oldum ki, daha başka metin olmayacaq, başka arayış olmayacaq. Mən şəxsən xatırlamıram ki, belə bir şey olub olmayıbdı. Bilənlər varsa burada yazsınlar, güya ki, komisyanın adından başqa bir mətn elan olunub. Əgər elan olunmuşsa onda bəs parlamentdə bu oxuduğun nə idi Sabir Rüstəmanlı? Ən azı ilə parlamentə deyə bilərdi ki, biz bəyanatı yaymışıq da oxumuşuq. Hələ nə ehtiyac var ki, bu deyə cəmaatı qızışdıraq? Bu yalanları niyə yayaq? Oturdular İmam Mustafa evdən, ben gittim məclisə. Cəmaat gördü ki, ben geldim ve sonra dedim komisyon üzvləri gələcəklər. Birazdan. Rahatça oturmuşum, birazdan İmam Mustafa evdən Əbülfəz Elçibəy geldi. Geldiler. Ben de arxayınam ki, Əbülfəz Elçibəy razılaşıb da bu metin gedə bilməz, başqa ya da neyse değiştiriblər falan belə. Sonra deməli İmam Mustafa'ya söz verdiler, təəssüf ki, sen herhalde həqiqəti bilirdin. Sen orada dedin ki, Sabir Rüstəmanlı bu metni okumalı değildi. Buna veriblər, sırayıblar da mən mənə. bilirəm ki, onu İmam Mustafa okumalıydı. Siz elif orada belə deyək də, Güdaza veriblər qəsdən. Deməli İmam Mustafa çıxdı. Bu əvvəldən razılaşdırılmışdı, yoxsa nə idi deyə bilmərəm. İmam Mustafayev çıxdı, çünki onun dilindən o metin ayrı cür səslənəcəkdi. Mənim dilimdən təbii ki, ayrı cür səslənəcəkdi. İmam Mustafayev çıxdı, bir səhifə oxumuşdu, bəlkə heç bir səhifə deyildi. Dedi, mənim gözüm yaxşı görmür. Bir-iki yerdə də çaşdı. Mənim gözüm yaxşı görmür. Bizim içimizdə cavanımız Sabir Rüstəmanlı idi. Ben xahiş edirəm, o gəlib bu metni oxusun. Onda İsa, sen oradan başladın. İsa onda səsə qoydu, kim razıdır Sabir Rüstəmanlı oxusun. Mən də artıq o məclisdə yox demək imkanım yoxdur. Mən orada bir səhv elədim. Mən gərək mətni oxuyanda deydim ki, mən bu mətni redaktə eləmişəm. İndiki variantı ilə də razı deyiləm.
Baxın dostlar, 2023-cü ildə olub bizim Sabir Mustafa ilə bu söhbətimiz. Açıq deyim ki, bəzən başımıza gələn bu müsibətlər bizim əsəblərimizi o qədər tarıma çəkir ki, Sabir Mustafanın haqqında bəzən kobud ifadələr işlədirik. Amma Sabir Mustafanlı əgər 93-cü ildə oxuduğu mətndən hakimiyyətin getməsinə belə vəsidə olmuşdursa, o uşaq deyil də nazı o səhvləri o vaxtı görməli idi, bilməli idi. Bəli, oxuyan nazı saxlayıb deməli idi ki, qardaşlar, bu nə deməli oxudursunuz, ayıbdır, gəliniz oxu. İmtina eləməli idi. Və yaxud da bəli, 32 ildən sonra dediyi kimi, 30 ildən sonra dediyi kimi ən azı deyərdi ki, qardaşlar, biz bu mətni dəyişmişik, efirə gedib, bunu oxumağın bir mənası yoxdur, onu imtina edirəm. Təəssüf ki, parlamentdə, mən sizə o gün təqdim elədim, yerini təqdim edə bilərəm, aradasa bir 10 dəqiqəlik onun çıxışıdır. O oxuyur, çox böyük həvəsdən oxuyur və axırda da özünün də imzasının orada olduğunu elan eləyir. Baxın. Məlumat verəcək. İmam müəllim, etiraz yox ki, komissiyanın üzvü Sabir Mustafanlı məlumat versin. Çox maraqlıdır burada. Üstəgənbər də Sabir Mustafanın oxumasının tərəfindədir və müraciət edir onlara. Əslində baxsa doğrudan da Sabirin dilindən bu mətnin oxunması daha böyük effektli oldu onların altısından. Nəinki onu ya İmam Mustafayev ya hər hansı bir adam oxusa. Çünki Sabir Mustafanlı Azərbaycan Xalq Hərəkatının liderlərindən biri kimi, onun simvollarından biri kimi artıq xalq tərəfindən tanınırdı, qəbul olunurdu. Şair idi, böyük hörməti var idi o zaman. Yəni elə bir adamın səhv edə biləcəyini kütlə qəbul eləməzdi. Onun ağzından çıxan hər bir sözü Quran ayəsi kimi qəbul edir xalq. Azərbaycan Respublikasının prezidenti Əbülfəz Əliyevin 1993-cü il 5 iyun tarixli sərəncamına əsasən Gəncə şəhərində baş vermiş hadisələrin təfsilatını öyrənmək üçün göndərilmiş komissiyanın rəyi. Bax, səhv birinci elə buradan səhv başladı, gördünüz də ki, Elçi bəyin sərəncamı ilə yaradılmış komissiya. Halbuki Sabir Mustafanlı özü də etiraf edir 23-cü ildə, 2000-dən qabaq. O vaxtda bilənlər hamısı bilirlər ki, o adamların əksəriyyəti öz təşəbbüsləri ilə, Heydər Əliyevin əvvəldən qorunması ilə gedirdilər ora. Bu Arif Rəhimzadə kimi. Allah şükür, bunların hamısını Moskva gün idarə təşkil eləmişdir Heydər. Amma burada oxuyur, bir adam da etiraz eləmir, heç belə demir ki, ay yoldaş, bir dənə saxla. Mən heç bir sərəncam verib komissiya göndərib eləməmişəm. Siz özünüz gedirdiniz, mən də Sabiri qoşdum sizə. Siz sonradan məndən bu sərəncamı almışsınız. 6 iyun 1993-cü il tarixdə Baxın dostlar, Əli Kərimlidir. O vaxt 27 yaşı var idi. Yanında da Yunus Oğuz'dur. Heç biri demir ki, ay yoldaş, axı yalan danışırsınız. Heç kəsin vezinə deyil. 1993-cü il tarixdə komissiya Gəncə şəhərinə gəlmiş, 709 nömrəli hərbi hissədə olmuş, baş vermiş baskın zamanı faciəli qırğın nəticələrini yerində yoxladıqdan sonra aşağıdakıları müəyyən etmişdir. 1. Ölkədə milli matəm rəsmən elan olunmalıdır. Mən sizdən çox xahiş edirəm dostları, xüsusilə psixologlardan xahiş edirəm. Bir də diqqətlə baxın, görün. Bu mətni deyil, mən bilmədim ki, mən oxuyacağım, bilmirdim, mən dəyişdirmişdim. Baxın, görün, Sabir bunu oxuyanda psixologiyasında bir dəyişiklik olur mu ki, təəccüblənib ki, bu nədir mən oxudurlar belə, axı, mən bunu dəyişmişdim. Mən niyə mən oxumalıyam bunu? Bir şey verin. Şahidlərin məlumatını və komissiya üzvlərinin müşahidələrinə əsasən, məlumatına və komissiya üzvlərinin müşahidələrinə əsasən məlum olmuşdur ki, 4 iyun 93-cü il tarixdə səhər saat 6 radələrində 130 nömrəli hərbi hissənin ərazisindən istifadə etməklə 709 nömrəli hərbi hissəyə tank,
BMT, TTR və digər hərbi texnikalar vasitəsilə geniş hücum təşkil edilmiş, dərhal tank tırtırları altında kazarmada yuxuda olan əsgərlərdən 12 nəfəri əzilmiş və vəhşicəsinə məhv edilmişdir. Siz bir təəccüb, bir daxili təbəddülat, nəsə bir hiss edirsiniz siz bu adamın sifətindən, davranışlarından. O birinci cümlə, oxuduğunuz bu cümlə var, bu cümlə hər şey bitir. Azərbaycan xalqı artıq Elçibəy hakimiyyətini vəhşi bir obrazda görməyə başlayır. Tamam da davam edir. Eyni halda həmin kazarma top, minamyot və başqa silahlardan ateşə tutularaq tamamilə yandırılmış və daşkəsək altında əsgərlərin cəsədləri qalmışdır. Eşitdiniz dostlar. İndi qayda təzədən bir də 2023-cü ildə. Ben bunu demedim çünkü ben fikirleştim ki biz bunu Gəncə için okuyuruq, Gəncəni sakitləşdirmək üçün. Burada yani bu ciddi bir reaksiya doğurmasam bilir ki... O oxunan şey Gəncəni sakitləşdirmək üçün ümumi dostlar. Necə sakitləşdirir? Tank girib, yatan adamların üstündən keçib, əzevini öldürüb neyini. Niyyətlədir. Və ondan sonra təəssüf ki, belə hadisələr sizin bildiyiniz kimi cəryan elədi. Yəni, orada o məsələ qurulmuşdur ki, o mətni mən oxuyum. Ya da bir mexaniki bir səhv idi, İmam Mustafa dedi ki, o oxusun və mən də çıxıb o mətni oxudum. Vəziyyət, yəni, bütün detallarıyla belədir. Bütün detallarıyla mənim şahidi olduğum, iştirakçısı olduğum və illər keçib, indi onu nəysə belə de, kimsə belə deyəcək, başqa sözlə bəraət qazandırıb alsın, ayrıca danışırız, amma mənim təbiətim və həyat yolum belədir ki, mən belə şeylərdə heç vaxt vicdanımın əleyhinə getməm. 109 nömrəli hərbi hissənin binaları uçurulmuş. Gəlin baxa görə burada vicdanla danışır, yoxsa vicdan əleyhinə gedir. Mərmiləri altında qalaraq hasarlar, xeyli yaşıllıqlar məhv edilmişdir. Yaxınlıqdakı yaşayış binaları zədələnmişdir. 2. Alınan məlumata görə 69 nəfər hərbi qulluqçu və mülki şəxslər bu basqında öldürülmüş və 150-dən çox əskər və zabit müxtəlif dərəcədə yaralanmışdır. Öldürülənlərdən 60 nəfəri 709 nömrəli, digərləri isə başqa yerlərdən gətirilmiş hərbi hissələrdəndir. O cümlədən şəxsiyyəti müəyyənləşdirilməmiş 8 nəfərin meyidi üstlərində heç bir sənəd olmadığından Gəncə şəhərində morqda saxlanılır. 3. 709 nömrəli hərbi hissəyə hücum, yəni tufan əməliyyatı altında həmin gün səhər saat 6-dan 13-dən bu əməliyyat 13-ədək davam etdirilmişdir. Dostlar, siz sahibidə bir vicdan narahatlıq hiss edirsiniz yoxsa yox? Məz olsun sahibim mənim. Allah köməyiniz olsun. Hər halda siz orada onu oxuyanda o 69 nəfər belə öldü, nə bilim tank belə girdi. İndi dediyiniz kimi ən azı saxlayıb yoldaşlar, mənə bunu oxudursunuz. Mən görməmişəm, bu harda olub desəydiniz, bəlkə də hadisələr, tarix tamam başqa cür inkişaf edər. Tamam Aydın, yəni biz orada da arayış yazılanda sürətinin razılaşmanın səbəbi o idi ki, bunlar bir belə qaynayır bura Gəncə. Bura sakitləşsin. Yəni niyyət bu idi. Arayışda onun üçün okunurdu ki, ora sakitləşsin. Amma Bakının bu şəkildə reaksiya verəcəyini gözləmirdik də, vəziyyət belə dəyişilə biləcək. Sonra çox şeylər aydınlaşır, çox şeylər ortaya çıxır. Orada elə də adamlar var idi ki, biz onları bəzilərini öz sıramızda görmüşdük, demokratik düşərgədə, meydanlarda, planlarda. Amma biz də gördük ki, onlar toplaşıblar ora. Şadman Hüseynov, Aypara, Etibar Məmməd. Çox təəssüf ki, millətin başına belə bir oyun açdılar. Sabir müəllim, deməli, üstündən bir xeyli keçib də 30 ildir. Heç olmasa indi o oxuduğunuz komissiyanın rəyindəki rəqəmlər ki var, məlumatlar güya ki, hökumət qoşunları girdi kazarmada, o tarih deyirik şeydə məclislər ki, saldırdı tankın altına, bir dənə qarafadın başları qaldı. Ümumiyyətlə orada hökumət tərəfindən öldürülən adam olub olmayıb, olubsa neçə nəfər olub? Dəqiq məlumatınız varmı və siz orada gözünüzlə gördünüzmü? O barədə dəqiq məlumatım yoxdur. Gözümüzlə görmədik, orada heç nə görmədik, amma qəbirstanlığa bizi apardılar. Təzə qəbirlər göstərdilər, bəlkə də Gəncəlilərin məzarları idi, göstərdilər ki, bu hadisələrdə ölüb. Amma bizim əlbəttə qvardiyanın deməli uşaqları, orada xüsusi təyinatlar öldürülmüşdü, çox böyük bir faciə idi, onu bilirdik.
Amma o barədə deyilmədi. Nə komissiyanın rəyində, nə sizin şəxsi İşte dostlar, adam özü etiraf ediyor ki, bilirdi ki Qvardi öldürüldü burada. 8 iyunda məruz olunur parlamentdə. Adam deyir ki, 69 adamı dövlət öldürübdü. Və deyib, bilirdik ki, Qvardi öldürüldü. Mən o vaxt sual vermişəm ona. Niyə danışmacı bu barədə? fikirlərinizdə məclisdə səslənmədi ki, Suriya sürümünün adamları vəhşicəsinə əli silahlı geri qayıtmaq əmri alan bizim Qvardiyanı və 3-4 xüsusi orqanların əməkdaşlarını vəhşicəsinə gülləbaran eləyiblər. O barədə bir kəlmə deyilmədi məclisdə. Niyə? O deməli mən onu elə belə ümumiləşdirib tam dəqiq məlumatım yox dedilər belədir. İkincisi də mən o arayışı oxuyanda özümdən heç bir şey demədim. Təəssüf o mənim bəlkə də deməli sıxıntıdan idi. Gəncədə baş verənləri mən çox ağır qəbul elədim. Bəlkə də təcrübəsizlik olubdur. Bəlkə də ağzı gəlməyib ki. Bəlkə də belə hadisələrdə bu cür təcrübəsizlikdən ki, bu nə ilə nəticələnə bilər. İndi mən deyirəm, o da ondan bəhanə götürür dostlar. Yəni mən məcburam da o şeylər deməyə. Təcrübəsizlikdən eləmişsiniz, neynəmişsiniz. Amma bu adam nə vaxt təcrübə toplayacaqdı? Uşaq idi. Adam deputatdır. Adam otururlar orada xalqın, millətin, dövlətin taleyini əldə edirlər. Adam deyir, mən sıxıntıdan deyir, belə danışdım. Hakimiyyəti deviriblər, devirəndən sonra buna deyirlər dostlar, başın kəsib bığını tumarlamaq siyasəti. Yadda qaldı. Başın kəsirsən, o bığını tumarlayırsan, deyirsən, maşallah, nə yaxşı oğlandı, mən bığını tumarlayır. Amma onu da sanki başını kəsən adam da odur. Bunlar hamısı o işlə məşğul oldular. Elçi və hakimiyyətini deviriblər. Sonra biri başlayıbdı ki, mən səhv elədim mən, sıxıldım belə dedim. O birisi də deyir, elçi və özü verib hakimiyyəti. Hərə bir şey deyir. Hər kəs özünü müdafiə edir. Həqiqəti yox, haqqı yox. Belə sadəcə biz belə saflıq və dedim qoca kişidir. Mən bunun əvəzindən oxuyuram. Və məni təcrübələndirən oldu ki, mən elçiyə demişdim ki, bu arayış oxuna bilməz şeydə, məclisdə. Necə oldu bunlar gəldilər? Onda mən fikirləşdim, bəlkə mətin dəyişdirilib. Amma oxuya gördüm, mətin əvvəlki mətindir. Yəni mən qətiyyən o arayışın orada oxunmasını istəmirdim. Baxın görün dostlar, doğrudan da Sabir Rüstəmxanı da belə bir his varmı ki, istəmir Saat oxumağı? 13-dən sonra 709 nömrəli hərbi hissədən son zərbət nəticəsində edilən məcburi cavab atəşi nəticəsində hücum dayandırılmışdır. Əks hücum nəticəsində Bakıdan, Qazaxdan və Respublikanın digər regionlarından gətirilmiş daxili qoşunların xüsusi təyinatlı polis işçiləri, Milli Təhlükəsizlik Nazirliyinin qoşunlarından ibarət birləşmiş dəstələr təşkil edilmiş və 1250 nəfər hərbi qulluqçu müvəqqəti olaraq saxlanılmışdır. O cümlədən 180 zabit, 112 praporşik, 318 müddətsiz xidmətdə olanlar, qalanları isə sıravi əsgərlərdir. Təşkil edilmiş hərbi hissələrdən aşağıdakı miqdarda hərbi texnika, silah və sursat alınıb saxlanılır. 18 tank T-72, 13 BMT-12, 11 BMP-1, 27 BRDM, 40 monominometu, istifadə edilməmiş 40 lüləri 8 qrad qurğusu, xeyli avtomat aqnomiyot hal-hazırda hərbi hissənin ərazisində saxlanılır. 5 iyun 1993-cü il tarixdə şəhər mülki aeroportunda döyüş əməliyyatı. Mən üzr istəyirəm, burada yazırlar ki, Kürdəmirdə polis deyir, hal-hazırda Kürdəmirdə polis adam apardığı üçün miting edirlər. Fuad Atakiyev yazır bunu. Kürdəmirdən dostlarımız nə baş verib orada, yazın zəhmət olmasa. Polis kimsə aparıbdır, adamlar çıxıb kütələri miting eləyirlər. Davam etdirilmişdir. Nəticədə aeroportun binası darmadağın edilmiş, 709 nömrəli hərbi hissənin döyüşçülərindən 10 nəfəri öldürülmüş, bir neçə polis əməkdaşı yaralanmış, aeroportun texnikası, rabitə avadanlıqları sıradan çıxarılmışdır. 5. Gəncə şəhər hərbi prokuroru Yusifov Rövşən və Bakıdan göndərilmiş hərbi prokurorluğun 2 müstəntiqi yerli müstəntiqlərin köməyi ilə hadisə üzrə istintaq aparırlar. Siz təəccüb, vicdan əzabı istəyirsiniz Sabir Rüstəmxanın səsində, görüntüsündə indi o vaxt Lent köyündə olub, biraz keyfiyyətsiz olsa, razı görürsünüz də siz sifətini.
görə özüm başqa bir mətn yazmışdım. O mətni televiziyada oxudular, radioda oxudular. Cəmi 2 səhifə, yarım gün, 3 səhifə qısa bir məlumatdır ki, Gəncədə nə baş verib, bu belə şeydir, anlaşılmazlıqdır. İnşallah hər şey qaydasına düşər, cəmaət narahat olması belə bir şey. Ona görə amma onun adı sorağı yoxdur. O əl yazısındaydı, o harda qaldı, necə oldu, ondan da xəbərim yoxdur. Hər halda elə siz dediniz, xalq eşitdi. Mən şəxsən mənim özüm üçün də indi yeni oldu bu. Mən fikir verməmişim o vaxtı. Allah köməyiniz olsun. Mənim üçün çox ciddi bir məsələ var. Üzr istəyirəm sizdən, əziyyət verirəm sizdə, vaxtınızı alıram. Biz xalq dinləyir, çünki vacib məsələ, tariximizin bilirsiniz, ən önəmli səhifəsidir. Bunu xalq bilməlidir, kimdir, nə məsələdir. Siz o Elçibəylə komissiyanın rəyini müzakirə edəndə ki, 69 nəfər belə öldürülüb, hökumət qüvvələr belə eləyib. Əfvəz bəy heç maraqlanmadı ki, ay Sabir bəy, bu nə məsələdir belə? Doğrudan mı orada adam öldürülüb? Mən niyə mənə deyilməyib? Əfvəz Elçibay telefonu qaldırıb kimləsə soruşdu mu ki, avala, burada belə bir rəy var. 69 nəfər kimi öldürüb? Niyə öldürmürsünüz? Sizə kim bu əmr veribdi? Heç maraqlanmadı Elçibay bu barədə. Bəncə Elçibay özü də o məsələdə qeyri-müəyyənlik içindeydi. Bilmirdi doğrudan bu olub, olmayıb. O, yəni, özü də biraz belə bu məsələnin belə deyibdi ki, şok vəziyyətindeydi, deyə belə olub. O vəziyyətdə yəqin heç onun ağlına gəlmədi ki, bu dəqiqləşdirsin, yoxsa necə olsun, yoxsa Gəncənin icra başçıları orada hamı təxminən eynicə düşünürdülər Gəncədə, ona elə məlumat vermişdilər, o da inanırdı. Yəni başqa bir təsəvvür yoxdur məndə. O barədə heç bir danışıq olmadı. İndi 30 il geçib bir xalq şairi kimi xalqın sayılan, seçilen hörmət. Dostlar baxın, ölkə başçısı, prezident bayaq dedi də Milli Məclisə oturan dedi ki, mən xəbərim yoxdur. Eşitmişəm ki, Orqavad gedib. Bir ölkənin başçıları eşitmişəm deyirsə belə bir əməliyyatla bağlı, nəticənin bilməməsi, aldadılması təbii bir şeydir. Qorxulub qaçırılması tamam başqa. Çox sadə, çox təbii bir şeydir. Biz yarısı kimi, komissiyanın rəsmi üzvü kimi, özdə bunu komissiyanın rəyini oxuyan adam kimi, bu 30 il müddətində keçib artıq. Orada doğrudan da adam hökumət tərəfindən adam öldürülmüşdü, yoxsa bu barədə siz şəxsi fikriniz necədir? 69 nəfər deyil. Yox, bizdən sonra başqa bir dövlət rəsmi araşdırıcı komissiyada getdi. Hüquqçular falanlar. Onların rəyi gəldi və ondan sonra deməli Heydər Əliyev prezident gələndən sonra o da bu məsələləri diqqətlə araşdırdı. Ona görə yəni bir-iki dəfə bu komissiya bu məsələlərə baxdı. Yəni şəxsən belə deyək ki, o məsələləri araşdırmağa sonra biz heç bir həvəsim də yox idi. Təbii ki, başa düşürdüm ki, bu Heydər Əliyev dostları nə vaxt araşdırıb Gəncə hadisələrini? Sabir deyir ki, sonradan deyir Heydər Əliyev araşdırdı. Nə araşdırdı Heydər Əliyev? Bu araşdırılıbsa, orada öldürülən 18-20 nəfər adamın haqqında niyə cənaş qaldırılmıyor? Niyə müəyyənləşdirilməyib ki, bunlar kim öldürür, kim qanına qəltan elədi, cavan adamlar, onların arasında çox da subaydı. Millət üçün zülüm sərmişdilər. Onların bəziləri o vaxt rəhmətli Elçibay günləri Türkiyədə oxumuşdu. Onların günahı nəyə öldürdülər ki? Kim araşdırır? Araşdırır da yoxdur, heç bir şey olmuyor. Azərbaycan talihində azı bir rol oynadı, ağır bir rol oynadı, amma o detalları aydınlaşdırmaq, dəqiqləşdirmək mənim üçün çətindir. Onu eləyə bilməzdim. Başa düşdüm. Mən sizin özü üçün də biləsiz deyə deyim, əziz vətənlər, dəyərli dostlar. 94-cü ildə Sürəddin Əkbər mən vəkil olmuşam. Hakimiyyət nümayəndələrə qarşı cinayətçi qaldırılmışdı. Nə Sürəddin Əkbərə, nə İsa Qəmbərə, nə Pənasöyünə, nə başqalarına Gəncədə kiminsə öldürülməsi ilə bağlı bir dənə də olsun ittiham verilməmişdi. Niyə? Nəzərə alaraq ki, amnistiya verilmişdi. Amnistiya yalnız, Sabir müəllim özü gözəl bilir bunu. Amnistiya tətbiq olmuşdu yalnız Sürət Sörən tərəfdarlarına. Amnistiyada bir bəhs vardı, mən oxumuşam bir dəfə. Yazılıb ki, bu amnistiya hakimiyyət təmsilçilərinə şamil edilmir. Yəni doğrudan da orada bir adam öldürülsəydi, bir adam, 69 yox, Sürəddin Əkbər daxil olmaqla İsa Qəmbərə də, Pənasöyünə də, Əfvəz Elçibəyə də adam öldürməyə görə qəsdən bilə-bilə özdə 69 nəfər ittiham verərdilər. Dostlar, halbuki öldürülməli idi, onu biləsiniz.
Kanun yol verirdi ki orada devlete silah kaldıran adamlar yerinde məhv edilsinler. Bu kanunun tələbidir. Orada 69 vəqəyi 6009 adam öldürsəydi də əli silahlı dövlət çevrilişində iştirak edən o tamamıyla kanun uracıdırlar. Elçi bəy sadəcə olaraq qan töyməkdən çəkindi. Qan töyməkdən o vaxt çəkindi. 30 il Azərbaycan xalqının qanının axıdılmasına şərait yaratdılar. Elçi bəy hakimiyyəti Pənah Hüseyin, İstəqəmbəri, Əli Kərimlisi, Arif Asası hamısı o hakimiyyətdə təmsil olunmaq. Çox maraqlı, bu gün hamımız üzdədir. Bu gün hamımızı partiya sədri kimi fayda göstərirlər. Çox maraqlı dövlət idi, çox maraqlı xalqıq. Devrilənlər devirənlərlə bir yerdə əməkdaşlıq edirlər. O parlamentə sonra yekə yerlər. 5 nəfər mən yer qazandım, 3 sən qazandın. Kef çəkirdilər. Heç bəyin söz olmasın, kef çəkirdilər. Amma belə bir ittiham olmayıb. Niyə? Çünki orada adam öldürülməmişdi. Neyse Qurban bəy, deməli mən bu məsələnin sənin verilişinə qulaq asandan sonra mən fikirləşdim ki, bu hər halda bir tarixdir və elə o vaxtdan da cəmaatın içində bir narazılıq qalmışdı ki, niyə o arayışı mən oxudum. Amma mən dediyim kimi fakt qarşısında qalmışdım. Bunun aydınlaşması mənim üçün çox vacibdir. Mən bunu yazmışam bir neçə dəfə. Amma yazdığını çox adam oxumur. Ona görə özüm fikirləşirdim ki, mən televiziyada bir süjet yazdım, bu şeyləri aydınlaşdırıb sənə göndərim. Sənə indi təşəkkür edirəm, özün zəng vurdun və mən də bildiyim şeylər dedim sənə. Çox sağ ol, təşəkkür edirəm. Çox sağ ol, minnətdarım sağ olun, var olun. İşte dostlar, 2023-cü ildə iyun ayında belə şərhlənmişdi Sabir Ustaxmalı. Hər halda baş verən hadisələri, orada kimin hansı rol oynadığını siz gördünüz. Mən elə gəlir ki, hələlik bu günlük 4 gündən bağlı məsələni yekunlaşdırmaq olar.